Goranboy rayonunda 1993-cü il təvəllüdlü Fərman qısqanclıq zəminində 1987-ci il təvəllüdlü bacısı Almazı öldürməyə cəhd edib. Teleqrafın əldə etdiyi xəbərə görə o bacısının kənddə Telmanla münasibətdə olduğunu və hamilə qaldığını öyrənib. Bu ilin mayın 31-də gecə yarısı işlədiyi Ağdam rayonundan Goranboyun kəndinə Almazın yaşadığı evə gəlib. Həyətdə evi müşahidə edib, səhər saatlarına dək ağaclıqda gözləyib anası İlhamənin və Almazın uşaqlarının evdən çıxdığını gördükdə bacısının evdə tək qaldığına əmin olub. Saat 6 radələrində Fərman evə daxil olub, dəhlizdəki dolabdan bıçağı götürüb, sonra bacısının yatdığı otağa girib. Hamilə olduğunu bildiyi halda bıçaqla ona bir zərbə indirib. Ancaq bıçağın daxilə nüfuz etmədiyini görüb, Almazın yalvarışlarına məhəl qoymadan onun saçından tutaraq boğaz nahiyəsinə 2 ardıcıl zərbə endirib. Daha sonra qadının öldüyünü zənn edərək həyətə çıxıb. Bu vaxt Almazın həyətə çıxaraq qaçdığını görüb, bacısının arxadan tutaraq yerə yıxıb, boynunu sındırmaq məqsədi ilə əlləri ilə vurub. Almazın yerə yıxılaraq xırıltılı səsləri çıxardığını gördükdə onun öldüyünü zənn edib, Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edib və bacısını öldürdüyünü bildirib. Hadisə yerinə gəlmiş polis əməkdaşlarına müraciəti əsasında Almaz vaxtında tibb müəssisəsinə çatdırılıb və həyatı xilas edilib. İstintaq orqanı tərəfindən Fərmanın barəsində Cinayət Məcəlləsinin 29-120.2.4 xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd, 29-120.2.8 təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürməyə cəhd maddələri ilə ittiham elan edilib. Cinayət işi üzrə ifadə verən Fərman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, hadisədən əvvəlki günlərdə işi ilə bağlı Ağdam rayonunda olub. Həmin vaxt bacımın pis yola düşdüyünü eşitdim, Goranboy rayonuna gəldim və bacımın başına kəsməyə cəhd etdim. Lakin onu öldürmək niyyətim olmayıb deyə o ifadəsində göstərib. İş üzrə həm zərər çəkənin, həm də təqsirlənən şəxsin anası şahid qismində ifadə verib. O bildirib ki, qızı Almaz qonşusu Telmandan gizli hamilə qalıb. Mən bunu biləndə Almaz 6 aylıq hamilə idi. Ondan soruşdum ki, niyə vaxtında deməmisən? Bəs sən bilmədin ki, 5 qardaş bacısınsan, səni öldürərlər. Bundan sonra bazara getdim. Evə qaydanda hadisədən xəbər tutdum, deyə şahid ifadəsində göstərib. Məhkəmə sənədlərində məlum olub ki, Almaz bu hadisədən sonra bətnində olan uşağını itirib, ölü doğulmuş 26 həftəlik kişi cinsli meyidin məhkəmə tibbi müayinəsi keçirilib, dölün ölümünə səbəb bətndaxili asfikasiya olub. Asfikasiyanın travmadan baş verməsi istisna edilməyib, deyə məhkəmə tibbi ekspertizasının rəyində belə göstərilib. Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb, Fərman 11 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Hökmdən məhkumun müdafiəçisi apellyasiya şikayəti verib, o məhkumun əməlinin Cinayət Məcəlləsinin 126.1-ci qəsdən sağlamlığa ağır zərər vurma maddəsinə tövsif edilməsini və məhkuma həmin maddə ilə minimum həddə cəza təyin edilməsini xahiş edib. Şikayət onunla əsaslandırılıb ki, təqsirləndirilən şəxs zərərçəkmişi sadəcə cəzalandırmaq istəyib. Müdafiəçinin bildirdiyinə görə hazırda bacı qardaş barışıblar, zərərçəkmiş şəxs şikayətini geri götürüb.
Təqsirləndirilən şəxsin ilk dəfə məhkum olunduğunu vurğulayan vəkil, onun 2-ci Qarabağ müharibəsində iştirak etdiyini, anasının bir neçə ay ağır xəstəlikdən əziyyət çəkdiyini də diqqətə çatdırıb. Bu şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılıb, vəkilin şikayəti qismən təmin edilib və 1-ci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Yeni hökmə əsasən təqsirləndirilən şəxsin cəzası 11 il 3 aya endirilib.